2025'in ilk koramallarını sizə göstərirəm. Artıq bunlar hərəkətə başlayıblarsa, bu o deməkdir ki, təbiət artıq uyanıb və insanlar koramallardan qorxurlar adətən onları zəhərli ilan bildikləri üçün. Bunlar ilan deyil, kərtənkələ növüdür. İnsan həyatı üçün heç bir təhlükəsi yoxdur. Və bu il sizə Azərbaycanda yayılmış bütün sürünənlər haqqında məlumat verəcəm. Hansı zəhərlidir, hansı zəhərsizdir. Bizi izləmədə qalın. Koramallar haqqında siz nə bilirsiniz, onlara zəhmət olmasa yorumlara qeyd edin. İndi mən bu şirin canlıları buraxmaq istəyirəm ki, getsinlər. Görə elə. Gedin. Getmək istəmirlər deyəsən. Biraz zaman keçiririk onlarla. Onlar belə insana öyrəşir. Get.